multimilyoner bir iş xanımından eşitdiyim kiçik bir tüyonu sizinlə paylaşmaq istəyirəm. Və bəli, mənə bunu dedikdən sonra mənim bütün həyatım dəyişmişdi. Bir insanı zəngin edən iki əsas xüsusiyyət var və bu iki xüsusiyyəti bildikdən sonra sən olmayacaqsan. Ən birincisi, bir insanın qərar vermə sürəti onun nə qədər zəngin və uğurlu həyat yaşaya biləcəyini belirləyir. Amma sən davamlı tərəddüdlərdə yaşayırsansa, qərar vermə sürətin daha azdırsa, o zaman əlbəttə ki, həyat ritminə yetməyəcəksən və həyatında daha uğurlu ssenarilər yarada bilməyəcəksən. Çünki sən qərar verənə qədər başqası artıq sənin yerinə eləyəcək və yaxud da ümumiyyətlə motivasiyanı və impulsunu itirəcəksən. İkinci əsas məsələ isə zəngin insanlar bəlirsizliyə yüksək dözümə malikdirlər. Bəli, daha uğurlu bir biznes, daha uğurlu biri ilə ailə həyatı yüksək dərəcədə bəlirsizliyə dözüm tələb eləyir. Və əgər sən uşaqlıqdan bəri bəlirsizliklə arandakı kontakt pisdirsə, yəni uşaqlıqdan xaotik bəlirsiz evdə böyümüsən və bəlirsizlik bərabər də neqativ ağırlı bir şeymiş kimi qarşılayırsansa, o zaman həyatında heç zaman daha böyük həcmləri yox da, daha kiçik həcmləri və stabil olanı seçəcəksən. Bir sir verim, yəni hətta bir insanın xəyanət etməyi bəllidirsə, onu həyatına seçəcəksən, çünki bəlirlidir bu, nəinki daha adekvat bir insanı. Əslində isə hər ikisi üzərində işləmək mümkündür. Enerjimiz, resursumuz üzərində işləməyə başladıqdan sonra, keçmişimizdən gəlib də bizə mane olan proqramları işlədiyimizdən sonra artıq hər şey dəyişməyə başlayır. Elə ona görə də mən sizin üçün tamamilə ödənişsiz bir marafon hazırlamışam, harda ki biz bu məsələlərdə çalışacağıq. Aşağıda marafon sözünü yazırsan və mən sənə bu 5 günlük marafonu tamamilə ödənişsiz hədiyyə eləyirəm.